Bir Arifdən nəsihət istədilər. Bir nəfər gənc gəldi bir Arif adamın yanına və nəsihət istədi ki, məni nəsihət eləyin ki, dünyanın, axirətin xeyri orada olsun. O da yazdı ki, inna lillah və inna ileyhi raciun. Hamımız Allaha məxsusuq və ona sarı gedəcəyik, Allaha sarı dönəcəyik. Yəni biz Allahınıq. Ondan sonra yazdı ki, Allahın olan bir şeyi özümüz üçün xərcləməyək. Çox dərin bir nəsihətdir bu. Yəni sən və hər şey Allahındır. Hətta özün də Allahınsan və Allahın olan bir şey, yəni özün üçün xərcləyənməzsən. Çünki bu əmanətin sahibi Allahdır. Bu canın sahibi Allahdır və bu can onun yolunda xərclənə bilər ancaq. Bir Arifdən nəsihət istədilər. Bir nəfər gənc gəldi bir Arif adamın yanına və nəsihət istədi ki, məni nəsihət eləyin ki, dünyanın, axirətin xeyri orada olsun. O da yazdı ki, inna lillah və inna ileyhi raciun. Hamımız Allaha məxsusuq və ona sarı gedəcəyik, Allaha sarı dönəcəyik. Yəni biz Allahınıq. Ondan sonra yazdı ki, Allahın olan bir şeyi özümüz üçün xərcləməyək. Çox dərin bir nəsihətdir bu. Yəni sən və hər şey Allahındır. Hətta özün də Allahınsan və Allahın olan bir şey, yəni özün üçün xərcləyənməzsən. Çünki bu əmanətin sahibi Allahdır. Bu canın sahibi Allahdır və bu can onun yolunda xərclənə bilər ancaq.